Rəhman və Rəhim olan Uca Allahın adıyla. Əziz və dəyərli izləyicilər, hər birinizi Uca Allahın salamı ilə salamlayıram. Gecələriniz, gündüzləriniz Uca Rəbbimizin rəhməti ilə dolu olsun. Əziz izləyicilər, bildiyiniz kimi İslamda müharibələrin bir çoxu mübarək Ramazan ayında baş veribdir. Elə baş verən müharibələrdən biri də Uhud müharibəsidir. Uhud müharibəsində müsəlmanlardan xeyli sayda itkilər vardır. Onlardan 3 şəhidin susuz halda şəhadət halını sizə anlatmağa çalışacağım. Səhabələrdən biri anladır ki, gördüm ki, yaralılardan biri su deyə inləyir. Yanına çatdım, elə ona su vermək istəyirdim. Digər tərəfdən, digər yaralıdan səs gəldi. O da su deyə inləməyə başladı. İlk yanına getdiyim səhabə, yaralı səhabə suyu içmədi. Qardaşıma apar ver dedi. İkincinin yanına gedəndə elə ki suyu vermək istəyirdim, 3-cü yaralıdan səs gəldi. O da su deyə inləyirdi. Onun yanına çatdığım zaman gördüm ki, 3-cü yanına çatdığım səhabə şəhidlik şərbətini içdi. Təkrar ikincinin yanına qaydanda onun da şəhid olduğunu gördüm. Təkrar əvvəl getdiyim birincinin yanına çatdığım zaman o da yaralı və susuz halda şəhidlik şərbətini içdi. Əziz və dəyərli qardaşlarım, insan yaralı olduğu zaman suya daha çox ehtiyacı olur. Çünki bir tərəfdə yaralı halı, bir tərəfdə axan qanları onun suya tələbatını daha çox artırır. Baxın ki, son anda belə, son nəfəsdə belə suya ehtiyacı olan insan digər qardaşını özünə tərcih edir. Sonda isə üçü də dünyadan susuz halda şəhidliyin şərbəti ilə sirab olmuş olurlar. Biz bu halları Qarabağımızda da yaşadıq. 44 günlük müharibədə əziz igidlərimizin bu cür qəhrəmanlıqlarının şahidi olduq. Ramazan paylaşma, bölüşmə halıdır. Ramazan ayı süfrələrimizi digər ehtiyaclılara açmağımız üçün bir fürsət ayıdır. Ramazan ayında insanlar digər insanların halı ilə həmhal olarlar. Əgər biz Ramazanı gözəl yaşamasaq, Ramazanın ətri ilə ətirlənməsək, təbii ki, Ramazan ayında susuz halda şəhidlik şərbətini içən o igidlərin nə halını anlayar, nə də ki, qəhrəman şəhidlərimizin halını dərk etmiş olarıq. Onun üçün də gəlin, onlar necə son nəfəslərində ehtiyacı olan suyu özləri deyil, digərlərinin içməsi üçün göndərdilərsə, biz də bu ayda paylaşmağı bacaraq, bölüşməyi bacaraq, Allah üçün biri-birimizə faydalı və yararlı olaq.